Sizinlə daha tez ərsəyə gələcək daha bir oyun paylaşıram. Heç bir zəhmət yoxdur. Deməli bu Turqayın adi puzzle şəklində olan bir hissəli taxtası. Bunun üzərinə qoyuram belə bir şüşə qap. Hansı ki mən bunu vaxtında məhdud etmişdim. Bu şəkildə belə asan variantda yox. İkinci uşaqda insan təcrübəli olur axı. Belə. İndi burada da var onların kinetik kum. Hansı ki bunu da yenə özüm aylar öncəsindən hazırlamışdım. Yeyilə bilən şəkildədir. Axtardığım tapdım. Ay yox, ay olar. Daha bu. Deməli bununla bunu belə tökəcəm. Üstünü örtməyə çalışacağam. Birazca da tökək. Təbii ki evin halını indi siz təsəvvür edin. Bir iş gözünü salıram bu şəkildə. Ola bilər ki uşağa deyim ki, görək burada nə çıxacaq? Aslan çıxdı. Bura baxaq burada nə? Tutuquşu çıxdı. Baxaq. Zürafə. Baxaq başqa nə var? Timsah. Yəni bu barmağına da edə bilər, əlində fırça da verə bilərsiniz. Və ya uşağın əlinə veririk belə bir fırça və başa salırıq. Yəni Turqay necə başa salacağım onu bilmirəm. Burada nə çıxdı? Meymun. Baxaq. Buradan nə çıxdı? Canavar. Yavaş. Sən belələrindən sonra indi təsəvvür edirəm Turqay yeyəcək. Timsah çıxdı. Oynadaq görək nə reaksiya göstərəcək. Bu əslində küçənin oyunudur. Küçəyə qoyasan oynayaq. Bax başqa. Fil. Bəs ayı hanı ayı? Afərin fırçayla. Ayının üstünü ağzına yox. Tüy elə. Pıx. Hə, yemək olmaz. Meymun buradaymış. Canavar çıxdı. Hanı? Tap görək. Hardadır? Afərin.